Salam hörmətli müəllimlər, hər vaxtınız xeyir olsun. Sizlər üçün Telegram kanalımızda, Instagram səhifəmizdə və WhatsApp qrupumuzda paylaşdığımız sualın izahını vermək istəyirəm. Çox müəllimlər səhv etmişdi və baxıram ki, cavabları səhv götürmüsünüz. Əslində heç məzmunu başa düşmədən variantlara, motivasiyaya qaçmısınız. Gəlin baxaq görək sualı necə təhlil etməliydik və sualı necə cavablandırmalıydıq. Ətraflı şəkildə birinci məzmunu oxuyuruq və məzmundan bizi nəyi gözləyirsə, nə istəyirsə onu anlamalıyıq, sonra da variantlara keçməliyik. Baxaq. Demək, birinci sualımıza baxaq. Deyir ki, müəllim şagirdlərə dərsi keçərkən Zaur dərsi dinləsə də tam başa düşmür. Və deyir ki, məndə alınmır, mən edə bilmirəm, mən oxuya bilmirəm. Bu şəkildə deyib kənara çəkilir. Və bu zaman deyir ki, müəllim atacağı hansı addım bu situasiyaya ziddir. Yəni, belə deyək də, əksidir. Yəni, tərsinəsidir. Zid nə deməkdir? Müəllim burada atacağı addım, yəni bu situasiya əksdir. Məsəl üçün, mən dərsi qurmuşam maraqlı, ona zid olan maraqsızdır. Yəni, müəllim dərsi maraqlı qurubsa, maraqsız dərs onun ziddidir. Və yaxud da müəllim maraqsız qurub, şagirdin maraqlarını nəzərə almayıbsa, ona zid olan maraqlı qurmaq. Yəni, bu mətnin zid olanı biz tapmalıyıq. Bunu necə tapacağım? Gəlin baxaq. Burada bir açar məqam var idi. Məndə alınmır, mən edə bilmirəm. Qapalı düşüncə tərzi. Qapalı düşüncə tərzi olduğuna görə biz öncəliklə şagirdə mən hələ edə bilmirəm sözünü öyrətməliydik, əziz müəllimlər. Motivasiya sözünü görüb qaçmısınız motivasiya. Müəllim əlavə dərs keçməlidir, müəllim şagirdə motivasiya verməlidir. Xeyr, gəlin variantlara düşək. Mən edə bilmirəm, mən öyrənə bilmirəm. Karl Dweck deyirdi ki, mən edə bilmirəm sözü yox, mən hələ edə bilmirəm. Açıq düşüncə olmalıdır. Baxın, bu sual sırf nəzəriyyədən situasiya tipli sualdır. İndi variantlara gəlirəm. A variantı, şagirdə motivasiya verərək bu fənnin çətin olmasını çətindir. Öyrənə bilmirsənsə, o demək deyir ki, sən bacarmırsan. Zaman gələr öyrənərsən. Bax, zaman gələr öyrənərsən. Hansı zaman? Yəni, məzmunlu bir etibar yoxdur. Deyir ki, şagirdə motivasiya verərkən bu fən çətindir deyir. Artıq şagirdə deyir ki, hə, sən düz deyirsən, çətindir. Xeyr, deyə bilərik ki, bizim öyrənmədiyimiz məlumatlar olduğu üçün, bəli, bizə müəyyən qədər çətin gələ bilər. Amma bu o demək deyir ki, sən bunu öyrənə bilməyəcəksən. Artıq şagirdə çətindir və deyir ki, o demək deyir ki, sən bacarmırsan. Zaman gələcək. Hansı zaman? Uşaq artıq arxeynləşdi və fikirləşdi ki, əşi zaman gələcək də, bu variant səhvdir. Yəni, Karl Dweck'də uyğun bir variant deyil. B variantı, şagirdin intellekt səviyyəsinin inkişaf etməsi üçün istiqamətləndirmək lazımdır. Şagirdin intellekti ilə bağlı problemi yoxdur. Şagirdin düşünmə tərzindən bağlı problemi var. Şagird hal-hazırda qapalı düşüncədədir. Bu intellekt nədir? Intellekt Gardner və yaxud da ki, inklüziv təhsildə intellektləri fərqli olan şagirdlər kimi nəzərə yetirə bilərik və yaxud da ki, şagirdin öyrənmə tərzlərinin nəzərə alınması, istiqamətləndirməsi. Amma şagird başa düşmədi, çünki şagird qapalı düşüncədədir. Yeni mövzunu görür, mənlik deyil. Yəni, uşaq düşüncə fərqli olduğuna görə mövzunu dinləmək istəmir. Sonra, şagirddə ola bilər indi bacarmadığını, amma biz daha çox zaman sərf edərək bu mövzunu dərin öyrənə bilərik deyib istiqamətləndirir. Ən düzgün cavab budur. Bax, şagirdə ola bilər indi bacarmırıq, amma biz daha çox zaman sərf edərək bu mövzunu dərin öyrənə bilərik deyib istiqamətləndirir. Yəni, ola bilər indi bacarmırıq, amma daha dərin öyrənib biz bunu edə biləcəyik. Yəni, bu açıq düşüncə, çətinlikləri açıq olan insandır. Müəllim öncəliklə şagirdə bunu formalaşdırmalıdır. Çünki şagird deyir ki, bu üsul məndə işləmir. Mən edə bilmirəm, mən öyrənə bilmirəm. Başa düşdünüzmü? Müəllimdən də kömək istər. Ancaq deyir ki, mən öyrənə bilmirəm. Müəllim də burada şagirddə bunun əksini, yəni düzgün bir müəllim olaraq, fasilitator müəllim olaraq Dweck'in nəzəriyyəsinə əsasən bu açıq düşüncə tərzini formalaşdırmalıdır. İndi D variantına baxırıq. Şagirdə dərsi yenidən izah edərkən başa düşməsinə şərait yarada bilərik. Şagird dərsi yenidən izah etsək də, uşaq deyir ki, mən öyrənə bilmirəm, mən başa düşə bilmirəm. Biz bunu yenidən izah etsək də bir məna kəsb etməyəcək. Çünki şagirdin düşüncəsi düşüncədir. Aha, şagirdi dərsdən sonra saxlayaraq mövzunu izah edib, zəifliyi aradan qaldıra bilərik ki, uşaq motivasiya olsun.
Baxın, çox müəllimlər də bunu götürmüşdü ki, müəllimin vəzifəsidir. Sizdən vəzifəni soruşmurdu ki. Sizdə deyir ki, şagird deyir ki, mən edə bilmirəm, mən bacarmıram. Dərsdən sonra saxlasaz belə, uşaq deyəcək ki, mən edə bilmirəm, mən bacarmıram. Eyni hamam, eyni tas olacaq. Yəni, sözümün canı ondan ibarətdir ki, şagird artıq deyəcək ki, mən edə bilmirəm, məndə alınmır, mən bacarmıram, yenə də qapalı düşüncədə qalacaq. Bizdən bunu soruşmur ki, müəllim zəif oxuyan şagirdə əlavə təhsil versin. Bu, bunun borcudur. Bizdə maraqlandıran mövzudan biri nədir? Gəlin bir də baxaq. Deyir ki, Zaur deyir ki, mən edə bilmirəm, mən öyrənə bilmirəm. Yəni, Zaur hal-hazırda qapalı düşüncədədir. Müəllim nə etməlidir? Zid olaraq şagirdə açıq düşüncəni formalaşdırmalıdır. İndi gəlin baxaq, əziz müəllimlər. Biz bu suala necə yanaşdıq? A variantı. Motivasiya sözünü gördüm, götürdüm. Şagirdə motivasiya verməlidir. Xeyr. Şagirdə boş-boş motivasiya verməyi yox. Şagirdə başa salmalıdır ki, hal-hazırda bacarmaya bilərsən. Bəli. Açıq düşüncə, səhvlər edə bilərsən, bəli. Amma bu o demək deyil ki, sən bunu öyrənə bilməyəcəksən. Nümunə çəkə bilərik. Biz də bu mövzuları öyrənərkən, yeni başlayarkən, yeni öyrənməyə çalışarkən biz də bacarmırdıq. Amma zaman keçdikcə bacarmağa başlayır. Necə ki, kurikumu öyrənəndə siz hələ edə bilmirsiniz, amma zamanı gələndə edə biləcəksiniz sözlərlə istifadə edirik. Burada motivasiya sözünü görüb götürüblər. Burada Y-də motivasiya sözünü görüb götürüblər, amma bir dənə C-yə baxan olmayıb ki, şagirddə ola bilər ki, indi bacarmadığını. Amma biz daha çox vaxt sərf edərək, zaman sərf edərək, qüvvə sərf edərək, yəni açıq düşüncə, əziyyət çəkərək biz o yerə gələcəyik. Məsəl üçün, bəzi müəllimlər kurikumu oxuyarkən məndə alınmır, mən bacarmıram deyir. Amma demir ki, məndə indi alınmır, təzə başlamışam, amma zaman gələcək, məndə alınacaq. Bax, bu olacaq açıq düşüncə. Demək, uşaq qapalı düşüncədə idi, uşağı keçirməliyik açıq düşüncəyə. Qapalı verilən, belə deyək, məzmundur, onun ziddi açıqdır. Bax, bu şəkildə sualları siz gözləyib müəllimlər düşə bilər və ya qarışdırmayın ki, bu sualları bu şəkildə. Çox müəllim yazıb, hətta şəxsimə yazıblar, Instagramda yazıblar, Telegramda yazıblar ki, bütün variantlar uyğun gəlir axı. Bu nə sualdır müəllimə? Xeyr, siz məzmun nə istəyirsə onu cavablandırmalısınız ki, sualınız düzgün çıxsın. Məzmuna baxırsınız, məzmunu başa düşürsünüz ki, o sizə nəyi demək istəyir? Sonra variantlarda onu tapırsınız. Məzmunu tapa bilmirsinizsə, məzmunu başa düşmürsünüzsə, suallarınız əlbəttə ki, səhv olacaq. Demək, əziz müəllimlər, bu kimi sualların mütləq şəkildə Telegramda olmasını istəyirsinizsə, yəni bu kimi sualların Telegramda işləmək istəyirsinizsə, bizim Telegram səhifəmizə, Instagram kanalımıza və TikTok səhifəmizə abunə olun ki, yeni suallardan xəbərdar olasınız. Yazırsınız Fərəcova Ayşən Kurikum 2025, qarşınıza Telegram səhifəmiz çıxacaq. Bu şəkildə sualları tez-tez paylaşacağım və bu şəkildə sualları mütləq şəkildə işləyin, çünki Time Test Bankı çıxmayıbdır və bu formada suallar sizin qarşınıza çıxacaq. Özünüzə yaxşı baxın, sağ olun.